Biz bu günləri İslam dininə nəzər salanda, İslam dini nikbinlik prinsipini genişləndirir və İslam dini qəlblərə iman toxumu səpməklə öz tərəfdarları arasında nikbinlik, qarşılıqlı etimadı gücləndirmiş və ictimaiyyəti asayiş, sülh, əmin-amanlıq əsasında meydana gəlmiş bir mühitə dəvət edir. Baxaq Peyğəmbərimizin həyatına. Həzrəti Məhəmməd əleyhissalam o qədər yüksək əxlaqi xüsusiyyətə malik idi ki, münafiqlər onu sadəlik və sadəlövlükdə ittiham edirdilər və bu gözəl xüsusiyyəti mənfi, xoşagəlməz şəkildə təqdim edib insanlara çatdırmaq istəyirdilər. Ona görə də Həzrəti İmam Əli deyir ki, hər kim insanlar barəsində, cəmaat barəsində yaxşı fikirdə olarsa, onların mehr-məhəbbətin qazanar, sevgisini qazanar. Başqa yerdə deyir ki, başqalarının hüsn zənnləri ilə hərəkət etməyin. Əgər digərlərinin sizlərə qarşı hüsn zənnləri varsa, bu hüsn zənnləri öz rəftarınızla aradan aparmayın və onları bədminçiliyə çevirməyin.